Hamınıza salam, dəyərli izləyicilərim. Bugün cücələrimizə, böyük ördəklərimizə, balaca ördəklərimizə, avstraloplarımıza yem verəcəyik və toyuqlara da. Burada yemlərimiz var bizim. Bu yemlər daxildir qarışıq yem, daxildir buğda, daxildir qarğıdalı unu, daxildir buğda yarması, daxildir bir də bu ən bahalı kilosu 1 manat 50 qəpik, 2 manat, 3 manat olan vitaminli iri yem. Bu qarışımdır. İndi buna orta miqdarda verəcəyik. Götürək. Biz burada bundan istifadə edəcəyik və bu qaba tökəcəyik. Bu qaba bəs edəcək qədər tökürük. Tökdük. İndi isə baxın, bu qədər yem alındı. Biraz da istəyirsiniz əlavə edək. Bundan. Bəsdir. Zənnimcə də çoxdur. Burada isə çörəkdir. Bunun içinə qarğıdalı əlavə edəcəyik. Artıq o vitaminli yemlər ördəklərə səhər günorta verilib. Özür istəyirəm, səhər verilib, bir də axşam veriləcək. İndi günorta yemlənməsidir. Keçək, aparaq cücələrə verək. Baxın, burada bundan tökürük, azacıq. Qaba az töksək də uzunlamadır, uzun. Ki, hamısı yeyə bilsinlər. Yer söhbəti var da, 60 ədəddir deyənə. Elə artıq da qaldır, çünki günorta yemlənməsi az olur. Əsas səhər, axşam yemlənməsi. Günorta yemi sadəcə doyumaq üçün. İndi isə keçək, bunu boşaldaq bura. Ördəklərimizə yemək kimi verək. Ördəklərimizə Moskovi və kənd ördəkləri, Pekin, Kuban yerli ördəklərimizə. Yerli ördək kənd ördək, yoxsa kənd ördəyi daha güclü olur, tez böyüyür, həyətə alışqanlı olur, geniş yer istəyir. Heç vaxt qapıya xəyanət etmir, yəni qapıdan qaçmır. Ördəklər 3 ədəd böyüdü, o birisilərə sonra verəcəyik, bu qədər veririk. Hələ balacalar evdədir, onları da 100 abunədə, 50-100 abunədə. Onlar isə 50 abunədə çəkib paylaşacağım. Bundan sularıdır, təmiz sudur. Ördəklər üçün burada çimməyə yerləri. Burada isə buğda əkilib cücələrə vermək üçün. Yemlər tökülür. Ördəklər daha çox yeyir, çünki onların qida borcusu olmur. Pramoy dənələrinə düşür. Gedək indi balacalar üçün yeməklərini hazırlayaq. Onu deyim ki, ördəklərə, avstraloplara baxmaq üçün avstralop birincisi daha çox yeyir, baxılmağın qaydalarıdır. Çox yeyir, olduqca çox yeyir. Ona görə biz onlara elə yeməklər verməliyik ki, həm doyuzdurucu olsun, həm də kökəldən yem olsun. Yəni götürək çörək verək, yox. Ördəyə verilə bilər. 30 gündən sonra istənilən çörək verə bilərik. Amma daha çox mayası az olan çörək verilmək olar. Məsələn, quru çörək,
Məsələn, boyat çörəklərdə hələ yaşlı onları qoymalısınız ki, günəşin qabağına. Onun tərkibində olan mayası, duzu, hər şeyi yoxa çıxsın. Sonra isə onun tərkibində qalmasın heç nə. Sadəcə çörək olsun. Doyuzdursun ona görə. Çünki yemlərə başqa heç bir şey qatılmır. Yemin öz tərkibindən başqa. Bunlar indi yeməklərini yeyəcəklər. Böyük ördəklərə də verdik. Balacalar da yemlərini hazırlayacağıq. Baxın, orada ağacların altında sərinləmə yerləri. O tərəflərdə var. Bu hindir. Orada qalır ördəklər. Cücələr. Göstərim. Cücələr, baxın. Ördəklər daha doğrusu indi buradadırlar. Yemək üçün çıxardılar. İndi çıxardılıb videoya görə. Ördəklər baxın burada qalırlar. Belə bir yerdə. Burada isə baxın gördüyünüz kimi. Buğda əkmişik. Belə bir yer. Yanına da nə məski qoyulub buxarlanmaq üçün. Burada da əkmişik. 1, 2, 3. Bir də burada balaca yer. Burada da əkmişik. Burada böyük bir quyudur ördəklərin çimməyi üçün. Betondur, sadəcə yağış yağanda lillənib. Bunu bölmüşük ki, ördək yəni qalxamır, hoppanamır taxtanın altına. Ona görə balaca taxtanı istifadə etmişik. Artıq ördəklər də yeməklərini baxın bu cür formada yedilər, dağıtdılar. Ördək tez doyur, amma gün ərzində çox yeyir. 4 dəfə, 5 dəfə. Bunlar da sonra yemirlər. Təzə olsun. Təzə olsun. Ona görə. Burada isə ördəklər üçün burada da çimirlər. Burada gölməçədir. Orada da çimirlər, amma əsasən orada çimirlər. Bunun dərinliyi çoxdur, baxın. Baxın, çubuq üstünə yoxlayaq, yarım metrdir. Nə dərəcədə görürsünüz günəş işığını. Sular isə buradan düz ağacın diblərinə axıdılır. Burada su qabıdır. Kədə də artıq doydular. Doyduqlarına görə də getdilər. Baxaq ki, qablarına. Yetərincə qablarında qalıb. Hələ yeməyiblər. Bunu da birazdan verəcəklər. Yeyəcəm. Bunları əvvəlcə boşaldacağım. Balı ördəklərimiz də oradadır. Gedək yem hazırlayaq. İndi bir ikisi yesin. Kürt toyuğumuzu dünən videoda göstərmişdim. Gecə idi, axşam. Axşam çəkdiyi videonu. Baxın, kürt toyuğumuz burada. Toyuğumuz biri isə orada qara qıt yatacaq. Kürt o da burada bastıracaq. Hində qətiyyən bastırmırıq ki, cücələr və toyuqlar mane olmasın. Əvvəlcə buna bir vedrə su tökürük ki, çörəklər islansın. Bir də onu deyim ki, cücə və ördəyə baxmaq çox qəribədir də, yəni bir-birindən çox qəribədir, fərqlidir həm də. Çünki bir dənə suyumuzu əlavə eləyək. Cücəyə, ördəyə baxırsan balaca vaxtı 2 ay. 2 ay baxırsan ördəyə. Sonra öz başının çarəsinə baxır. 2 ay baxırsan ki, balacadır, heç nəyə qanmır. Məsələn, indi o böyüyüb ördəklərimiz. Biz onlara yaxşı baxırıq, amma nə dərəcədə yeməklərini 4-5 dəfə vermirik. Çünki artıq böyüyüb. Balaca olsaydı biz yemlərin gündə verərdik 4-5 dəfə. Çünki balacadır. Özü gedib tapa bilməyəcək. Həm də karupkada dar yerdə qalacaqdır. Çünki pişik, it, tülkü və başqa zərərli heyvanlardan, zərər verən heyvanlardan uzaq olması üçün. İndi isə biz onlara elə baxırıq ki, böyüklər gündə 3 dəfə. Amma cücəyə baxırıq 4 ay, 5 ay, böyük 6 ay, 7 ay, yumurtalayanda ancaq buğda veririk. Yəni baxanlar var. Kim baxır yaxşı? Kimsə toyuq olanda da yemlər verirsə yoruma yazsın, amma yem verilmir, buğda verilir. Çünki artıq böyüyür, öz başının çarəsinə baxır. Xüsusilə də qazla ördəkdə erkən başlayır bu dövr, özünə baxmaq dövrü. 2 ayından artıq o gedib özü baxa bilir də öz başının çarəsinə. Qazlı ördəkdir, gedib yonca toxumları, ot toxumları,
və yaxud da ramaşka, güllər, toxumlar yeyir. Özünün çarəsinə baxa bilir, ancaq ki, böyüsün, ördək çox yeyir. Biz ancaq yem verək, xeyr, verməyək yem. Çox yeyir, xeyr, yem verilməlidir gündə 3 dəfə. Çünki o tapmaya da bilər, tapa da bilər, amma tapması %75%-dir. İndi biz burada çörəyi isladırıq. İndi sizə ətraflı göstərəcəm. Ətraflı göstərəcəm indi sizə. Sadəcə kameranın işığını yanımca. Baxın, çörəyimiz burada islanır. Qaşığımız yoxdur. İndi baxacağıq. Çörəklər burada islanır. Sonra böyük ördəklərə də baxacağam. Bunu videoya çəkməyəcəm. 50 abunədə çəkəcəm. Çörəklərimiz də burada islanır. O islansın. Sonra gətirək. Qarğıdalını tökək. Sonra isə yem hazırlayacağıq. Onu da çəkəcəyik. Burada qabları boşaltdıq. Gördük yeminlər. Günorta az yeyirlər. Çünki hava istidir. Qışda daha çox yeyirdilər. Bir meşok, yarım meşok yem artıq 5 günə gedirdi. Bir meşok kəpək, 5 kilo qarğıdalı, 5 kilo buğda və 10 kilo buğda yarması bunlara 10 günə qutardı. Sadəcə bir dənə buğda qalmışdı 5 kilo. Çünki bir meşok kəpək də getdi. Bunu indi boşaldaq. İçinə bundan əlavə edək. Bunu süzgəcdən keçirək. Bu çörəyi. Hindən tövlədən də bir dənə yumurta gətirdik. Bunu qoyaq bunun içinə hələlik. Bunu boşaldaq əvvəlcə. İndi qarğıdalımızı əlavə edək. Qarğıdalımızı yetərincə suyunu boşaltdıq. İndi isə gedək bir dənə. Bunu götürək. Deyirsiniz ki, burada pişik təhlükəsi, it təhlükəsi yox. Burada raşotkalar var, xüsusi. Buradan pişik girmir də. Yəni bura təhlükə yoxdur. Zaborlardan, hasarlardan ola bilər. Amma çətin olsun. Çünki qorunur. İndi vedrəmizi gətirək. İndi gətirdik. Bunu da qarğıdalımızı tökək. Qarışdıraq və cücələrimizə, bala ördəklərimizə verək. Onlar acdı. Suları da azdır, onları qoyaq. Suları biz həmişə təmiz saxlayırıq. Çünki parazitlərini təmizləyir suda. Ötən videoda dediyim kimi. Ona görə, baxın, əlavə etdik. Bir kuruşqa tökdük. 2-də az tökdük, 3-də də az tökdük. Qarışdırırıq. İndi isə qarışdırırıq. İçindən gilasçıqdır, meyvə düşüb çörəyin içinə. Yetərincə çörək üçün çox oldu bu qarğıdalı. Qarışdıraq. Çox islatmırıq ki, uzağı 4 dəqiqə, 5 dəqiqə isladırıq ki, lap 3 dəqiqə, 4 dəqiqə isladırıq, 3 dəqiqə, 4 dəqiqə isladırıq ki, çörək didilməsin. 3 dəqiqə, 4 dəqiqə islanır, çörək didilmir də elə də. Ancaq çoxu isladır ki, xəşil kimi olur. Sonra yeyə bilmir də onu, yaş olanda qarnı gedir. Gördük ki, çörək var içində, çörək görsənir. Çörək qətiyyən görsənməməlidir, yem kimi görsənməlidir. Ona görə yenə qarğıdalı əlavə edirik. Çörək ta ki tam görsənməyənədək. Qarğıdalının iri dənələri parıldayanadək. Bunlar nə buğda yarması yeyir, nə qarğıdalı yarması yeyir, nə buğda yeyir, nə də qarğıdalı. Heç nə yemir. Sadəcə yem yeyir, xırda yemlər. Qarışdırdığımıza görə
5 dəqiqə saxlayıb aparıb ördəklərimizə verib 5 dəqiqə, 5-10 dəqiqə saxladığımızda da özünə gəlir. Yəni qarğıdalı çəkir canına çörəyi. Videomuzu kəsdik. İndi bax yem qalır. Bunun ağzını bağlayaq. Videonu dayandırmışdıq ki, özünə gəlsin. Artıq gəldi özünə apara verək.